Azərbaycan şirniyyat sənayesinin aparıcı müəssisələrindən olan Xonça fabriki yeni və müasir avadanlıqları ilə müştərilərə yüksək keyfiyyətli xidmət göstərir. Fabrikin təzə, isti, ləzzətli şirniyyat və un məmulatları hər gün Araz rəflərində müştərilərə təqdim olunur. Ümumilikdə Xonça müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Bu məhsulların istehsal edildiyi Xonça fabriki Qafqazın böyük şirniyyat istehsal məntəqələrindən biridir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat, eləcə də un məmulatları istehsal olunur. Fabrikdə Fransa, Almaniya, Avstriya, Rusiya və Ukraynada xüsusi təlim keçmiş texnoloqlar çalışır. Müəssisə müasir və yüksək texnologiyalı avadanlıqlarla, həmçinin İsveçrənin Rondo markasına məxsus istehsal xətti, Almaniya istehsalı olan cihazlarla təmin olunub. Xonça məhsulları Araz və Spar mağazalarında alıcılara əlçatan olmaqla yanaşı, ölkənin böyük korporativ şirkətlərini, 5 ulduzlu otellərini müxtəlif qənnadı məhsulları ilə də təmin edir. Fabrikdə 2019-cu ildən məhsulların donmuş formada istehsalı, saxlanılması və satışı həyata keçirilir. Xonça fabrikindən donmuş yağın fabrikat olaraq təmin edilən məhsullar mağazada bişirilir və isti-isti müştərilərə təqdim olunur. Məhsulların hazırlanması və saxlanılması mövcud standartlara uyğun şəkildə təşkil edilir, proseslər mütəmadi olaraq yoxlanılır. Xonça fabriki SGS Ltd tərəfindən ISO 22000-2018 qida təhlükəsizliyi idarəetmə sistemi standartına uyğunluğu təsdiqlənərək sertifikata layiq görülüb. Xonça fabrikində əsas məqsəd istehsal prosesinin hər mərhələsində yüksək keyfiyyət və gigiyena standartlarını qorumaqdır. Bu məqsədlə müəssisədə istifadə olunan bütün xammal, ingrediyentlər və hazır məhsullar keyfiyyətə nəzarət departamenti tərəfindən mütəmadi olaraq yoxlanılır. İstehsal prosesində qida təhlükəsizliyi sahəsində qüvvədə olan yerli qanunvericilik, milli və beynəlxalq standartlara tam uyğunluq təmin olunur. Hər bir məhsulun keyfiyyəti və təhlükəsizliyi mövcud tələblərə əsasən qiymətləndirilir. Məhsulların istehsalı zamanı mövcud milli qanunvericiliyin aidiyyatı dövlət standartlarının və tətbiq edilən beynəlxalq qida təhlükəsizliyi standartlarının tələblərinə uyğun idarəetmə prosesi təmin olunur. Xonça üçün istehlakçıların sağlamlığı və məmnuniyyəti əsas prioritetdir. Buna görə də fabrikdə təmizliyə, xammal seçiminə və istehsal mühitinin gigiyenasına xüsusi diqqət yetirilir.